Əqrəb bürcü. Su ünsürünə aid olan əqrəb bürcləri Mars və Plutun planetləri təsiri altındadır. Mars ona mübarizlik və enerjini, Plutun isə ona transformasiya, sirr və daxili güc verir. Bu ikili təsir onları olduqca kompleks və dərin şəxsiyyətlərə çevirir. Əqrəb bürcündə doğulan insanlar xaraktercə sakit, təmkinli və müşahidəçidirlər. Onlar çox vaxt sirlərini, niyyətlərini və etmək istədiklərini qarşı tərəfə göstərməzlər. Buz dağının görünməyən hissəsi ifadəsi bəlkə də əqrəb insanını ən dəqiq təsvir edən metaforadır. Bununla yanaşı, əqrəb bürcləri son dərəcə revanşizm hissləri ilə yaşayan və onlara qarşı olunan bir şeyin əvəzini mütləq şəkildə artıqlaması ilə qaytarmağını düşünür. Onlar çox vaxt intuisiya ilə hərəkət edir və çox vaxt başqalarının etmək istədiklərini və niyyətlərini daha tez anlayırlar. Əqrəblər güvənmədikləri insanlara qarşı sərtdirlər. Amma sizə güvəndikdə, bir əqrəb bürcünün güvənini qazandıqda sizin üçün canını belə fəda etməyə hazır olarlar. Bu bürcün əsas xüsusiyyətlərindən biri transformasiya. Yəni həyatında baş verənlər əqrəb bürcünü ya öldürür, ya da olduğundan daha da güclü edər. Yəni əqrəb öz içində bir döyüşçü, bir feniksdir. Yanar, küllənər, amma olduğundan daha güclü doğular. Əqrəbi sevmək asan deyil. O səssizdir, gizlidir, sərtdir və bəzən qorxuducu dərəcədə ciddi ola bilər. Amma onu anlamaq cəhdinə dəyər. Çünki onun sevgisi nadirdir, əvəzsizdir və bir ömürlükdür.